Dəyərlərimiz bu həyatda bizim kim olduğumuzu müəyyən edir. O əslində anlasa ki, onu faydalı olmaq xoşbəxt eləyir, şuurlu surətdə faydalı olacağı yerlərə daha çox gedər. İnsanın ən böyük ehtiyacı olan anlaşılma hissi yaşanılmadığı zaman olduğu bütün ortamlarda sıxılar, kədərli hiss edər və bir müddətdən sonra həyat eşqini itirmiş olar. Ətrafınıza, dəyərlərinizə uyğun insanları seçin. İş ortamınızı dəyərlərinizə uyğun ortamlar seçin. Bugün ən sevdiyim mövzunu danışacağam sizə. Hansı ki, mənim həyatımda, həyata baxışımı dəyişdirməyimdə çox ciddi bir rolu olub. Bu mövzu dəyərlərdir. Hansı ki, hamımızın həyatını idarə edir. Amma bir növ onlarla sanki tanış olmamışıq. Amma tanış olmamağımız onun bizim həyatımızı idarə etmədiyimiz anlamına gəlmir. Bugün ilk dəfə daha yaxından özümüzü tanımaq üçün sizinlə sizin dəyərlərinizi tanış edəcəm. Hər zaman deyirəm ki, bizi idarə edən sistemlər mücərrəd sistemlərdir və biz nə qədər ki, o sistemləri tanıyacağıq, həm bizdə nə baş verir, onu öyrənmiş olacağıq, həm də özümüzü daha yaxşı idarə etməyə bacaracağıq. Bu mücərrəd sistemlərin içində ən vacib olanlardan biri də bizim dəyərlərimizdir. Hansı ki, bu dəyərlər sanki bizim həyatımız bir səhnədirsə və biz bu səhnədə izləyici önündəyiksə, bu izləyicilər bizim sosial çevrəmiz, cəmiyyət, ailəmiz, ətrafımızdakı insanlardır. Lakin səhnəyə çıxmadan öncəki hazırlıq, səhnədə nə edəcəyimiz pərdə arxasında baş verdiyi üçün biz pərdə arxasını tanımalıyıq. Bu pərdə arxası hissəmizə daxil olan sistemlərdən biri dəyərlərimizdir. Yadınızdadırsa, hər davranışımızın altında duyğularımız var demişdim. İndi isə bir əlavə etmək istəyirəm. Hər davranışımızın altında dəyərlərimiz də var demək istəyirəm. Gəlin baxaq, necə bizim həyatımızı bu mücərrəd sistemlər idarə edir. Düşünün ki, gündəlik həyatımızın içində kiçik anlar ola bilər və yaxud da həyatımızın içində vacib qərar anlarımız olur. Bu qərarları verdirən sistemimiz məhz bayaqki pərdə arxasında baş verən o sistemdir. Hansı ki, bura duyğularımız, inanclarımız və dəyərlərimiz daxildir. Əslində bunlar şuuraltı sistemimizdir. Yəni şuurlu olaraq bəzən bunları tanımırıq, lakin şuur sayəsində şuuraltımızı dərk edə bilərik. Gəlin bugün şuurlu şəkildə dəyərlərimizlə tanış olaq. Dəyərlərimiz bu həyatda bizim kim olduğumuzu müəyyən edir, necə yaşayacağımızı müəyyən edir. Çatmaq istədiyimiz hədəfə, hədəfimiz nədirsə, arzumuz, xəyalımız nədirsə, ona gedən yolda necə davranacağımızı bizə göstərir. Hər birimiz uğurlu olmaq istəyirik, amma hamımız bu uğura eyni şəkildə gedib çıxmarıq. Ona necə gedib çatacağımız bizim dəyərlərimiz tərəfindən müəyyən olunur. Təsəvvür edin ki, Leyla da uğura çatmaq istəyir, amma onun uğura gedən strategiyası, yolları, addımları tamam başqadır. Toğrul da uğura çatmaq istəyir, onun isə tamamilə fərqlidir. Leyla bu yolda çətinliklərlə qarşılaşanda öz dürüstlüyünü qoruyub saxlaya bilir. Məsuliyyət dəyərini qoruyub saxlaya bilir. Digər tərəfdən Toğrul nümunəsinə baxaq. Toğrul üçün də uğur qazanmaq vacibdir, amma onun üçün dürüstlük o qədər də vacib deyil. Məsələn, onun üçün görülür olmaq daha vacibdir, iz buraxmaq daha vacibdir. Dolayısıyla o uğura gedən yolu bu şəkildə addımlayaraq gedir çatır. Leyla isə fərqli bir tərzdə. Yəni burada Leyla ilə Toğrulu ayıran fərq əslində onların dəyərləri oldu. Cütlük münasibətlərində də ortaq dəyərləri olan insanlar çox daha yaxşı ahəng içində bir münasibətdə olurlar. Ola bilər ki, xarakterləri fərqlidir, ola bilər, bəlkə maraqları fərqlidir, amma dəyərlər bənzədikcə insanlar çox uzun müddətli münasibətləri qoruyub saxlaya bilirlər. Təsəvvür edin ki, bir cütlük tətil üçün başqa bir ölkəyə gedir, lakin bu cütlüyün biri aktiv istirahəti sevir, digəri isə passiv istirahəti sevir. Burada hansı ziddiyyət yarana bilər? Gəlin onu araşdıraq. Aktiv istirahəti sevən insan daha çox macərapərəst, yeni yerlər kəşf etməyi sevən, həyəcan axtaran, enerjisi yüksək olan insandır. Onun dəyərləri içində öyrənmək, kəşf etmək, həyəcan və macəra ola bilər. Digər şəxsə baxaq, onunsa komfort dəyəri, rahatlıq dəyəri və dincəlmə dəyəri daha yüksəkdir. İlk başda bu böyük bir problemmiş kimi görsənməsə də, zaman içində nə baş verir? Aktiv istirahəti sevən xanım istirahətə gələrkən o enerjide olur, o əhval-ruhiyyədə olur. Bir an öncə gedib yeni yerlər tanımaq istəyir. Bəy isə deyək ki, komfortu sevir, rahatlığı sevir və onun ora gəlmə məqsədi, səbəbi əslində onun passiv istirahət edib dincəlməkdir. Əgər bu cütlüklər bir-birinin dəyərini tanımazsa, bir müddətdən sonra birlikdə tətil etmək onlara maraqsız gəlməyə başlayacaq. Çünki bir-birinə qoşulmayacaq, bir-birinin ehtiyacı
ehtiyaclarını və dəyərlərini anlamış olmayacaqlar. Bu əslində münasibətə bir zaman sonra daha neqativ təsir etməyə başlayacaq. Çünki insanlar onları idarə edən sistemləri, dəyərləri, ehtiyacları tanıdıqca bir-biri ilə daha uyumlu münasibət içində ola bilər. Bəlkə də münasibətin ilk başlarında xanım çox cəhd edəcək, yoldaşını çölə çıxarmağa çalışacaq, birlikdə zaman keçirməyə çalışacaqlar. Amma müəyyən zaman sonra kişinin daxili dünyasından gəlmədiyi üçün bunu etməməyə başlayacaq. Və burada nə baş verəcək? Xəyal qırıqlıqları başlayacaq, qəlb qırıqlığı başlayacaq, müəyyən bir incikliklər və qırılmalar baş verəcək. Bəs dəyərləri bilsək nə baş verərdi? Bu nümunənin həll yoluna keçməmişdən öncə ümumiyyətlə dəyərləri yaşamağımızın bizə təsirini izah eləmək istəyirəm. Biz dəyərlərimizə doğru çəkilərik. Dəyərlərimizi yaşadıqca xoşbəxt olarıq. Dəyərlərimiz əzildikcə xoşbəxt hiss etməməyə başlayarıq, o ortamdan uzaqlaşmağa başlayarıq, depressiv, bəzən aqressiv, bəzən isə küskün olmağa başlayarıq. Yəni dəyərləri yaşamaq bizə güc verir, enerji verir, xoşbəxtlik verir, dünya ilə bir bütün olma duyğusunu verir. Amma dəyərləri yaşamadıqca, üstəlik qarşımızdakı insanlar bunu görmədikcə, bunu basdıqca, onu əzdikcə daha depressiv, daha özümüzə qapanıq, daha cəmiyyətdən izolyasiya olunmuş şəxsə dönüşmüş oluruq. Qayıdaq nümunəmizə. Əgər burada kişi bilsəydi ki, xanımın dəyəri kəşf etməkdir, həyəcandır, öyrənmədir və həqiqətən qarşısındakı insanı sevərsə, dəyər verərsə və hörmət edərsə, orada bir çabaya və yaxud da bir əməyə ehtiyacı olacaq. Yəni öyrənməyə açıq olan hər kəs dəyərləri bənzəməsə belə müəyyən bir ortaq balans tuta bilərlər. Yəni müəyyən bir zaman dilimində ona qoşulsa, ona şəriklik etsə onun duyğularına, həm onunla münasibətini gözəlləşdirmiş olar, həm əslində xanımı xoşbəxt olduğu zaman onunla gözəl münasibətdə olduğu üçün özü də özünü rahat hiss edər. Digər tərəfdən baxaq, xanım yoldaşının rahatlıq, komfort, istirahət dəyərinin onun üçün çox vacib olduğunu dərk edə bilsə, ən az onun da kəşf etmə arzusu qədər önəmli olduğunu başa düşsə, bu zaman nə edəcək? Onunla bağ qura biləcək və onu anladığı üçün onun da gün içində, tətil içində komforta, istirahətə zaman ayırmasına şərait yaratmış olacaq. Dolayısıyla hər ikisinin dəyəri yaşanmış olacaq. Lakin ortaq bir nöqtədə uzlaşacaqlar, bir-biri ilə bağ quraraq, anlayaraq gözəl bir münasibət qurmuş olacaqlar. Bu bizim övladlarımızla da baş verir. Bəzən onların dəyərini görmürük və əksinə bilmədən onların dəyərlərini əzirik və münasibətlərimiz korlanmağa başlayır. Ona görə gəlin birinci, ümumiyyətlə dəyərlər necə yaranır, necə formalaşır və bunu özümüzdə necə tapa bilərik? Bu sualın cavabını tapaq. Dəyərlər 4 cür formalaşır. İlk formalaşdığı yer doğulduğumuz mühitdir. Yəni doğulduğumuz ailə. Biz həyatla bağlı, özümüzlə bağlı, dünya ilə bağlı ilk dəyərləri doğulduğumuz ailədən öyrənərik. Məsələn, dürüstlük nədir? Ailəmizdən öyrənərik. Qonaqpərvərlik nədir? Ailəmizdən öyrənərik. Münaqişə zamanı bir-birinə necə davranmaq lazımdır? Ailədən öyrənərik. Yəni təməl baza dəyərləri gözümüzü açdığımız ortamdan öyrənərik. Daha sonra sosial mühitlərdə, məktəblərdə, universitetlərdə, kolleclərdə, sosial ortamlardakı davranışlara baxaraq yeni dəyərlər öyrənə bilərik. Üçüncüsü və mənim ən sevdiyim təbiətimizin gətirdiyi dəyərlər var. Yəni hər birimiz unikalıq və hər birimizin çox fərqli təbiətləri var. Məhz buna görədir ki, bir ailədə doğulan bəzən 3 uşağın xasiyyəti bir-birinə tamamilə fərqli olur. Çünki onların təbiətləri tamamilə fərqli olur. Hətta eyni anda o 3 uşaq eyni hadisəni yaşayırlar, amma hamısının verdiyi reaksiya fərqlidir. Hamısının o situasiyada yaşadığı duyğular fərqlidir və çıxış yolları, yəni həll yolları fərqli olur. Bunu təyin edən şey bizim təbiətimizdir. Təbiətimizin də gətirdiyi dəyərlər bizə anadan olduğumuz andan etibarən verilmiş olur. Dördüncüsü isə bizim şəxsi təcrübələrimizdən formalaşır. Yəni yaşadığımız hadisələr, başımıza gələn hadisələrin içində çıxartdığımız qərarlar, həyatla bağlı verdiyimiz qərarlar bizim dəyərlərimizi formalaşdırır. Hətta bəzən bir çox dəyərlərimiz travmalarımızdan da formalaşa bilir. Deyə bilərsiniz ki, bu 4 qaynağı hardan tapaq, necə tapaq? Mən sizə bunları tapma yollarını göstərəcəm. Lakin ilk istəyim odur ki, ümumiyyətlə mücərrəd sistemi araşdırmağa başlayarkən özünüzü daha çox müşahidə eləyəsiniz. Əslində bilirsiniz, bizim içimiz dəyərlərimizi tanıyır, amma bizim beynimiz onları tanımır. Yəni bizim intuitiv olaraq nə istədiyimizi, harda xoşbəxt olduğumuzu biz çox yaxşı bilirik. Məsələn, birinin faydalılıq dəyəri yüksəkdirsə, o faydalı olduğu ortamlarda özünü xoşbəxt hiss edir, özünü lazımlı hiss edir, özünü
özünü faydalı hiss etmək ona yaşam gücü verir. Və belə olduğu hallarda o əslində anlasa ki, onu faydalı olmaq xoşbəxt eləyir. Şuurlu surətdə faydalı olacağı yerlərə daha çox gedər. Amma onu hansı duyğunun, hansı dəyərin idarə etdiyini tanımırsa, bəzən gedib çatacağı yollar da çox uzana bilir. Buna görə də dəyərlərimizi tanımaq bizə imkan verir ki, həyatda kim olmaq istədiyimizə daha qısa zamanda gedib çata bilək. Ətrafımızda necə insanların olmasını istədiyimizi daha doğru seçə bilək. Hansı münasibətdə daha keyfiyyətli yaşaya biləcəyimizi daha öncədən görə bilək. Bunun üçün də öz dəyərlərimizi tanımalıyıq. Məsələn, sizin üçün ədalət çox önəmli bir dəyərdirsə, amma dostunuzda bu duyğu yoxdursa, bir hadisə yaşadığınız zaman onun ədalətsizliyini görmək sizdə böyük bir xəyal qırıqlığı yarada bilər. Xasiyyətlərimiz fərqli ola bilər, təbiətimiz fərqli ola bilər, amma təməldə yatan dəyərlər bir-birinə bənzəyirsə, biz çox uzun müddətli münasibətlər qura bilərik. Və yaxud da bir münasibətdə sədaqət duyğusu sizin üçün olmazsa olmazdır, amma qarşı tərəf üçün bu elə də önəmli bir mövzu deyil. Dolayısıyla hər hansısa bir sədaqətsizlikdə siz böyük bir xəyal qırıqlığı, böyük bir şok yaşayarsınız. Qarşı tərəf anlaya bilməz ki, siz niyə buna bu qədər reaksiya verdiniz. Və insanın ən böyük ehtiyacı olan anlaşılma hissi yaşanılmadığı zaman olduğu bütün ortamlarda sıxılar, kədərli hiss edər və bir müddətdən sonra həyat eşqini itirmiş olar. Ətrafınıza, dəyərlərinizə uyğun insanları seçin. İş ortamınızı dəyərlərinizə uyğun ortamlar seçin. Bir iş ortamı düşünün ki, orada ünsiyyət yoxdur, amma sizin üçün ünsiyyət çox vacib bir dəyərdir. Bir ortamda əgər hüzur yoxdursa, amma hüzur sizin üçün çox vacib dəyərdirsə, hamı çox çalışır, hamı çox işləyir, amma ortamda hüzur yoxdur, əyləncə yoxdur. Lakin sizin dəyərlərinizin içində bunlar var və bir müddət sonra nə qədər produktiv olsanız da ruhunuz orada sıxılmağa başlayacaq. Burada bacarıq qalır bir kənarda, doyum duyğusu alınmamağa başlayır. Biz bir növdə nədən doyum aldığımıza baxmalıyıq. Dəyərlərimizlə ortaq olan ortamlarda çox daha irəli gedə bilərik. 5 dost düşünün, bunların hamısının xasiyyəti bir-birindən fərqlidir, amma hamısının ortaq bir marağı var. Deyək ki, texnologiya. 5-i bir araya gəldiyi zaman onların o ortaq marağı, ortaq dəyəri o qədər coşqu yaradır ki, onlar içində. O qədər həyata qarşı maraq, həvəs, faydalı olma duyğusunu yaradır ki, bəlkə kəşf etmə duyğuları onları birləşdirir. Bəlkə bir öyrənmə dəyəri onları birləşdirir. Bəlkə elm dəyəri birləşdirir. Lakin onların 5-ini bir araya gətirən bir sistem var. Bu sistemi tanıdıqca əslində ona zərər verən ortamlara yox deməyi daha çox anlayır insan. Həqiqətən də mən dəyərlərimi burada yaşayıram, bura daha çox çəkilirəm, amma sevmədiyim, sıxıldığım ortamlara isə yox deməliyəm. Növbəti videoda sizə dəyərlərinizi necə tapacağınızı öyrədəcəm, amma istəyirəm ki, bu videoda da çox maraqlı bir tapşırıq eləyək sizlə. Sizə bir koçluq sualı verəcəm, lakin bu sualı bir düşünün və seçdiyiniz cavaba diqqət edin. Sualım budur: əgər insan olmasaydınız nə olardınız? Ağlınıza ilk nə gəldi? Seçməyin. Bir neçə variant gəldisə, onların içində ilk gələni götürün zehninizdə. Bu bir əşya ola bilər, bu bir heyvan ola bilər, ağac ola bilər, təbiətlə bağlı hər hansısa bir ünsur ola bilər və yaxud da tamamilə fərqli bir şey ola bilər. O nədirsə, onun haqqında düşünün və sizə ilk sualım budur. O düşündüyünüz şey sizin üçün nə ifadə edir, nə anlama gəlir? Ona baxanda nə düşünürsünüz? Məsələn, əgər bu bir ağacdırsa, ağac sizin üçün nə ifadə edir? Köklərimi var, möhkəmdirmi? İnsanlar onun kölgəsində dincəlirmi? Meyvəmi verir? Nə deməkdir ağac sizin üçün? Onu bir yazın və yazdıqca hər yazdığınız cümləyə bir daha soruşun. Bəs bu mənim üçün nə anlama gəlir? Məsələn, möhkəm olmaq mənim üçün nə anlama gəlir? Güclü olmaq ola bilər. Bəli, güc bir dəyərdir. Demək ki, mən həyatda güclü olmağı sevirəm. Əgər ağacın kölgəsində insanların oturmasını dedinizsə, bu nəyi ifadə edir? Ağac başqalarına faydalı olur. O zaman sizin üçün faydalı olmaq önəmlidir. Bəlkə kökləri var ağacın. Köklərinin olması sizin üçün nə ifadə edir? Güclü olmaq, dərinləşmək, bəlkə müdriklük deməkdir. Bəlkə köklərə sahib olmaq sizin üçün bir elm arayışıdır. Bir şeyləri öyrəndiyiniz zaman dərinlərə enməkdir. Bəlkə analizinizdir, bəlkə ağlınızdır. Hər sualın cavabını mücərrəd cavaba çevirin və yavaş-yavaş öz dəyərlərinizi görməyə başlayacaqsınız. Bu gün dəyərlər haqqında ilk və ümumi fikirləri aldıq. Növbəti videolarda isə daha dəqiq dəyər adları çəkəcəm və biz bunları sizinlə birlikdə müzakirə edəcəyik. Sizin dəyərlərinizi birlikdə
birlikdə tapacağıq və sizə xüsusi yeni koçluq beynəlxalq standartlarına uyğun dəyərlər çalışması təqdim edəcəm. Unutmayın, hər birimiz dəyərlərimiz qədər dəyərliyik. Lakin bilməliyik ki, məni nə əhatə edir, nələrə doğru çəkilirəm, nələrdən uzaqlaşıram, məni idarə edən sistem nədir? Bunu tanıdıqca daha müdrik, daha faydalı və həyatını daha dəyərli yaşayan insanlara dönüşmüş olacağıq.